Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bütöv Azərbaycan kanalının efirində xəbərlərə baxırsınız. Qarşınızda mən, Şəhla İlkay. Xəbərləri keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, kanalımıza abunə olub, bəyənsəz daha çox insanın faydalanmasına səbəb olarsınız. Keçək xəbərlərə. İyunun 11-də Prezident Kitabxanasında Azərbaycan Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti, tarixi və siyasi varislik kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Prezident Kitabxanasının direktoru Professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, soydaşlarımızın məruz qaldığı soyqırımı, deportasiya və repressiyaların, ümummilli liderin öz ailəsinin yaşadığı acılar fonunda işıqlandırılması əsərin ən təsirli məqamlarındandır. Daha sonra kitabın mövzusunu, elmi tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlərdən Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, kitabın ideya müəllifi Professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Sadiq Qurbanov, Məlahət İbrahim qızı, Azər Allahverənov, Rizvan Nəbiyev mövzunun aktuallığından bəhs ediblər. Biz bir yerə qayıtmaq istəyiriksə, bunun hüquqi əsası gəldik, Ermənistandan qovdular. Biz öz vətənimizdə nəinki sığınacaq tapdıq, bizə vətəndaşlıq verildi. Bugün mən Milli Məclisin üzvüyəm, digərlərini başqa işi, yəni nəyə vurmaq istəyirəm. Bəs qayıdışla bağlı hüquqi məqamlar necədir? Burada da biz Ulu Öndərin imzaladığı vətəndaşlıq haqqında qanuna müraciət edə bilərik. Deməli, o qanun qəbul olunur 98-ci ildə. Orada Azərbaycan Respublikasının vətəndaşı olan insanlar kateqoriyalar üzrə verilir, kimə bu ölkənin vətəndaşıdır. Və qeyd olunur ki, qanunda 1 yanvar 1988-ci il, 1 yanvar 1992-ci ildə Azərbaycan Respublikasına gələn qaçqınlar da Azərbaycan Respublikasının vətəndaşıdır. Amma bu qaçqınlar öz torpaqlarına, öz məşhur torpaqlarına qayıtmaq hüququnu saxlayırlar. Mükəmməl. Yəni, həqiqətən bu baza əsas verir ki, biz 66-cı il o paktı da, 48-ci il insan hüquqları haqqında bəyannaməni də, 51-ci il konvensiyası, onların hamısı bu kontekstdə şərh edir, bu artıq növbəti bir tədqiqat əsərinin müəllifidir, bu artıq daha çox hüquqşünasların müraciət edəcəyi bir mövzudur. Mən sizi təbrik edirəm, ürəkdən təbrik edirəm. İqtisad üzrə fəlsəfə doktoru Müşfiq Ramazanov, Professor Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa əsərin elmi tarixi əhəmiyyətindən danışıblar. Professor İbrahim Bayramov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov və başqaları məsələnin hüquqi və ictimai tərəfindən söhbət açıblar. Bir məsələni də Mahirə xanım da qeyd elədi, mən də ona əlavə bir, necə deyirlər, öz münasibətimi bildirmək istəyirəm ki, bu Qərbi Azərbaycan ictimai platforması, siyasi platforması regional təsirkeşlik üzərində qurulmamalıdır və qurulmayıbdır. Yəni, bu hansısa bir icmanın, toplumun regional təsirkeşlik üzərində qurduğu bir hərəkat deyil. Bu, bütöv Azərbaycan uğrunda mübarizə aparan, Türk dünyasının bütövi uğrunda mübarizə aparan insanların bir mübarizəsidir. Bu kitabın ən böyük özelliklərindən biri də odur ki, kitabın əgər mühüm bir hissəsi mənbələrin təhlilinə, tədqiqatına həsr olunubsa, bir hissəsi də tarixşünaslara bir çağırışdır. Çünki burada tarixşünaslıq qarşısında duran yeni vəzifələr var. Zamanında Atatürk deyirdi ki, tarixi yazmaq, yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, tarix gələcək nəsilləri çatdırmaqdan ibarət olar. Çox təəssüf ki, uzun müddət Azərbaycan tarixində belə məqamlar çox olur. Amma bugün müstəqil Azərbaycanda yazılan kitablar gələcək nəsillərə həqiqi tarixi çatdırmaq üçündür. Digər kitabın özəlliklərindən biri də odur ki, burada tarixçilər çox əl edirlər. Tarixçilər üçün hər zaman önəmli olan mənbə olur. Və hər mənbəni gedib arxivdə, kitabxanada tapmağa ehtiyac var. Amma bu kitabda demək olar ki, təqribən 200 səhifəyə yaxın bir bölmədə mənbələr verilir. Bilavasitə mənbələr verilir. Burada müqavilələr var, ta bugün bizə gələnə qədər qərarlar, müxtəlif sərəncamlar və s. Bunun özü də kitabın qiymətini olduqca artırır. Sonda kitabın müəllifi Leyla Calalova tədbirin təşkilinə görə Prezident Kitabxanasının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Mən hər kəsə təşəkkürümü bildirirəm.
Cənubi Azərbaycan xəbərləri ilə davam edirik. Təbriz şəhər bələdiyyəsinin Şazda bağı binasının açılış mərasimini pastelli müğənni Səlar Ağelinin ifası ilə keçirmək qərarı Azərbaycanlılar arasında geniş etirazlara səbəb olub. Tənqidçilər mərasimdə Azərbaycanlı müğənnilərin çıxış etməsini tələb edib və yerli sənətkarların nəzərə alınmamasını tənqid ediblər. Yazıçı və Azərbaycan mədəni fəalı Qulam Mirza Rəzmi Azərbaycanlı və sənətkarların görməzdən gəlinməsini tənqid edərək yazıb. Təbriz şəhər bələdiyyəsi Şazda bağı açılışında Səlar Ağeli və onun komandası üçün neçə milyard xərcləyib? Məgər Təbrizin öz müğənniləri yoxdurmu? Bizim dünya səviyyəli sənətkarlarımız var. Niyə bu xərclər şəhərimizin sənətkarlarına dəstək olmaq əvəzinə paytaxt sənətçilərinə verilir? Xatırladaq ki, Şazda bağı Təbrizin ən möhtəşəm saraylarından biri olub. Səfəvilər dövründə bəzi şahzadə toylarına ev sahibliyi edib. Qacarlar dövründə isə Abbas Mirzə tərəfindən daha da genişləndirilib. Pəhləvi rejimi dövründə bir çox tarixi türk abidələrinin dağıdılması zamanı Şazda bağı da 1929-cu ildə Rıza Şah tərəfindən sökülüb. Təxminən 100 il sonra bu tarixi abidə Təbriz şəhər bələdiyyəsi tərəfindən yenidən bərpa olunub və 12 iyun məhz bu gün cümə günü açılışı həyata keçirilib. Zəncan əyalətində müxtəlif növ çörəklərin qiymətinin bahalaşması qərarı alınıb. Bunu əyalət valiliyinin rəsmisi Nərgiz Muradxani deyib. O, qiymətlərin orta hesabla 60% bahalaşacağını bildirib. Qeyd edək ki, ötən həftədən İranın bir neçə əyalətində artıq çörəyin qiyməti artmağa başlayıb. Son bir il ərzində Urmu gölünün su miqdarı 18 dəfə artıb. Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cəbbarinin sözlərinə görə, hazırda Urmu gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kub metrdir. Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, qarların əriməsi, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması gölün vəziyyətinin yaxşılaşmasında əsas amillərdən hesab olunur. İranın Şərif Universitetinin rektoru, ekoloq Məsud Təcrisi isə hazırki vəziyyətin gölün bərpası layihəsi ilə əlaqəli olmadığını, bunun təbii amillər, o cümlədən intensiv yağıntılarla bağlı olduğunu qeyd edib. Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kub metrdir. Əziz izləyicilər, siz Bütöv Azərbaycan kanalında xəbərlərə baxdınız. Bizi izlədiyiniz üçün təşəkkürümüzü bildiririk. Abunə olun, paylaşın ki, daha çox insan faydalansın. Hələlik.